İmam Cəfər Sadiq əleyhissalam atası şəhid edildikdən sonra 31 yaşında imamət məqamına yetişdi. Onun imamət dövrü Əməvi sülaləsinin sonu, Abbasi sülaləsinin ilk illərinə təsadüf edir. İmam Cəfər Sadiq Hicri qəməri tarixinin 80-ci ili Mədinədə doğulub. İmamlıq müddəti 34 il, ömrü 65 il olub. Hicri 148-ci ilin Şəvval ayının 25-də Abbasi xəlifəsi Mənsur tərəfindən zəhərlənərək şəhid edilib. Məzarı Mədinə şəhəri Bəki qəbirstanlığındadır. İmam Sadiq əleyhissalamın dövründə fəaliyyət göstərən Əhl-i Beyt məktəbini digər məktəblərdən fərqləndirən ən başlıca özəllik o idi ki, bu məktəbin qapıları elm öyrənmək istəyən hər bir şəxsin üzünə açıq idi. Orada təkcə Əhl-i Beyt tərəfdarları deyil, hətta Əhl-i Beyt tərəfdarı olmayanlar da elm öyrənə bilirdilər. İmam Sadiq əleyhissalam İslam elmləri ilə yanaşı astronomiya, tibb, botanika, biologiya, kimya, fizika kimi elm sahələri üzrə də mütəxəssislər yetişdirmişdi. İmam Sadiq əleyhissalamın dövründə fəaliyyət göstərən Əhl-i Beyt məktəbi heç vaxt hakim dairəyə tabe olmamışdır. İstər Əməvilər, istərsə də Abbasilər dövründə Əhl-i Beyt məktəbi adı çəkilən rejimlərin heç birinin göstərişi ilə hərəkət etməmiş, heç vaxt hakimiyyətin siyasi məqsədlərinə xidmət etməmişdir. O, həzrət hədis yazılmasına və öyrənilməsinə xüsusi diqqət yetirmişdir. Çünki hakimlər tərəfindən Həzrəti Peyğəmbərin kəlamları dəyişdirilmiş, hətta hədis nəql edilməsinə qadağa qoyulmuşdu. Hədis söylənilməsi qadağan edilsə də, məsum imamların heç biri bu qadağaya əhəmiyyət verməmişdir. Hakimiyyət başında olanların əsas məqsədi cəmaatı Əhl-i Beytdən uzaqlaşdırmaq olmuşdur. Çünki insanların həmin hədislərdə deyilənlərə əməl etməsi, onların zalım hakimlərdən uzaqlaşması ilə nəticələnəcəkdi. İmam buyururdu, and olsun Allaha, bizim yanımızda elə elm var ki, heç kimə möhtac deyilik. Ancaq bütün insanların bizə ehtiyacı var. Bizim elmimiz qədim zamanlardan olmuş, əbədi olaraq da qalacaq. İmam Sadiq əleyhissalam tələbələrinə yaxşı dərs oxumağı tapşırardı. Müfəzzəl İbn Ömərə belə buyurmuşdur. Elm öyrənərkən yaz və qardaşların arasında yay. O, Həzrət başqa bir kəlamında da belə vurğuluyur. Üsul-i fiqh qaydalarını sizə öyrətmək bizim